Atam həmişə mənə bu sözləri deyirdi ki, get boksa, qoy burnuvu sənin vurub sındırsınlar. Həyatda bəlkə başa düşdü bir kişi idealı var və o kişi mübarizdir, o geri çəkilmir, o ailəni qoruyandır, qorxmazdır. Həmişədən ata o fikirləri bizə yerirdirdi. Bu cür olmaq lazımdır. Ancaq insanın özü o fikirləri, o yanaşmanı düzgün bilməsə, tərbiyənin ona heç bir faydası olmayacaq. Onu qəbul edəndən sonra insan inkişaf eləyir. Mən həmişə deyirəm ki, uğurun 2 dənə şərti var. Birinci hədəfdir. Sənin yüksək ambisiyan olur. O ambisiya səni məcbur eləyir ki, həyatda bir dənə hədəf təyin edəsən. İkinci o hədəfə doğru getmək. Bizim ən böyük problem nədir? Bizlər ambisiyasız çox aşağı olan xalqıq. Və biz həyatda çox şey istəmirik. Baxmayaraq ki, biz mübariz xalqıq. Ancaq ondan belə bir sərhədi olub və o sərhəddə uşaqlıqdan bizə aşılayıblar. O qədər ehtiyatla davranmağı bizə tövsiyə eləyərdilər. İstər valideynlərimiz olsun, istər müəllimlərimiz olsun. Bu ehtiyat bizim içimizdə bir sərhəd yaradır. Məsələn, bəzən sən riskli bir addım atmaq istəyirsən. İlk maneə evdən gəlir. Valideyndən gəlir. Bunu eləyərsən sonluğu yaxşı olmaz. Bunu eləyərsən birdən səni ilişdirərlər. Bunu eləyərsən problem yaranar. Yəni o qədər bu qorxularla bizlər böyüyürük ki, düz olan yolda belə normal addımlaya bilmirik.